Həzm zamanı qida mexaniki və kimyəvi cəhətdən dəyişikliyə uğrayır. Bu cür dəyişikliklər mexaniki və kimyəvi həzm sayəsində baş verir. Mexaniki həzm ağız boşluğundakı həzm nəzərdə tutulur, yəni qidanın isladılması və xırdalanması. Dişlər və ağız suyu vəzləri vasitəsilə baş verir. Kimyəvi həzm isə boşluq həzmdən, membran həzmdən və hüceyrə daxili həzmdən ibarətdir. Boşluq həzmi bağırsaq boşluğunda baş verir. Qida maddələri hüceyrə xaricində həzm olunur. Fermentlər hüceyrə xaricinə ifraz olunur. Molekulları böyük olan maddələr parçalanaraq hüceyrə daxilinə keçə biləcək hala düşür. Membran həzm bağırsaq xovlarında baş verir. Bağırsaq xovlarının divarındakı fermentlərin hesabına qida daha da kiçik hissəciklərə parçalanaraq qana sovrulur. Hüceyrə daxili həzm hüceyrənin daxilində baş verəcək və bu zaman hüceyrənin daxilinə keçmiş qida maddələri lizason fermentləri vasitəsilə həzm olunaraq enerji əmələ gətirəcək. Həm mexaniki, həm kimyəvi həzm insan orqanizmində rast gəlinir. Baxaq görək həzm sistemi nədən təşkil olunub? Həzm sistemi həzm kanalından və həzm vəzlərindən ibarətdir. Həzm kanalının quruluşunu nəzər yetirək. Həzm sisteminin quruluşu ağız boşluğu ilə başlayır. Daha sonra udulaq, qida borusu, mədə, nazik bağırsaq və yoğun bağırsaq. Bundan başqa həzm prosesində qaraciyər, üd kisəsi və mədə-altı vəzi də iştirak edir. Ağız boşluğu xırda kiçik vəzilərdən, dişlər və dildən təşkil olunub daha doğrusu. Ağız suyu vəzləri 3 cüt iri ağız suyu vəzləri ağız boşluğundan kənarda yerləşir, axarları ağız boşluğuna açılır. 3 cüt iri ağız suyu vəzləri qulaq yanı, dil altı və çənə altı vəzləridir ki, hər biri cütdür. Şəkildə də görünür. Bu qulaq yanı, bu çənə altı, burada xırdalar isə olacaq dil altı vəzlər. Ağız boşluğunda bundan başqa, deməli, pitialin və maltaza fermentləri karbohidratlara təsir göstərərək onu qlukozaya qədər parçalayır. Deməli, karbohidratların həzmi ağız boşluğunda başlayacaq. Bundan əlavə, mutsin qida hissəciklərini yapışqanlı hala gətirərək sürüşkən edir. Lizosim adlanan ferment isə qidanın tərkibindəki bakteriyalara öldürücü təsir göstərir. Əgər varsa, təbii ki, öldürücü təsir göstərəcək. Ağız boşluğunda dəyişikliyə uğrayan qida hissəcikləri dişlər vasitəsilə xırdalanır. Gəlin dişlərin quruluşuna baxaq. Dişlər ağız boşluğunda görünən hissəsindən, yəni diş tacından, diş ətində yerləşən dişin boynundan və çənə sümüyündə yerləşən dişin kökündən ibarətdir. Dişin tacı üzəri mina qatı ilə örtülmüşdür. Mina qatının altında dentin yerləşir ki, bu dişin özəyini əhatə edir. Diş özəyində də qan damarları və sinirlər vardır. Dişin kökü çənə sümüyündə yerləşir, üzəri sement qatı ilə örtülmüşdür. Bundan başqa çənə sümükləri üst çənədə 2 sümük var. Alt çənədə isə, yəni kəllənin yeganə hərəkətli sümüyüdür, 1 sümük ibarətdir. Yəni alt çənə bir bütöv sümükdür. Üst çənə isə burunun aşağı hissəsində görürsünüz ki, bir kiçik hissə var, hansı ki o hissədə 2 çənə sümüyü var. Üst çənə hərəkətsiz sümükdür. Ümumilikdə çənə sümükləri 3 ədəd olacaq. Baxaq indi funksiyasına görə dişlərin növlərinə. Kəsici dişlər, köpək dişlər və azı dişləri olmaqla 3 qrupa bölünür. Kəsici dişlər burada şəkildə göründüyü kimi 1, 2, 3 və 4, alt çənədə 5, 6, 7 və 8 ədəddir kəsici dişlər. Ümumiyyətlə süd dişləri 20 ədəd olur, daimi dişlər 32 ədəd olur. Süd dişlərinin 8-i kəsici dişlərdir.
Bundan əlavə 1, 2 üst çənədə, 3 və 4 alt çənədə. Yəni ümumilikdə 4 ədəd köpək dişləridir. 1 üst çənədə, 2, 3 və 4. Alt çənədə 5, 6, 7 və 8. Yerdə qalan 8 ədədi isə kiçik azı dişləridir. Bu süd dişləridir. Süd dişləri 6-12 yaşdan sonra daimi dişlərlə əvəz olunur. Daimi dişlər 16 yaşdan sonra 32 ədəd olur. 16 yaşa qədər 28 ədəd olur. 28 ədədə baxaq indi. Yenə 8-i kəsici diş olacaq. Daha sonra 4-ü köpək dişi olacaq. Yenə 8 ədədi kiçik azı dişi. Kiçik azı dişi olacaq. Yerdə qalan, deməli, bunu mavi rənglə işarə eləyəcəm. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8 ədədi isə böyük azı dişləri olacaq. Yerdə qalan 4 ədəd ağıl dişləri 16 yaşdan sonra çıxır. Hansı ki, ən arxada yerləşir. Şəkilə fikir verin. Ən arxada ağıl dişləri yerləşir. 16 yaşa qədər olacaq 28 ədəd. Əgər sual olunsa ki, öz diş növü ilə qonşu olmayan dişlər hansıdır? Biz təbii ki, şəkilə fikir verin. Öz diş növü ilə qonşu olmayan dişlər köpək dişləridir. Hər iki tərəfdən öz diş növü ilə qonşu olan dişlər kəsici dişlər və yaxud böyük azı dişləri ola bilər ki, hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilər. Bir tərəfdən öz diş növü ilə qonşu olan kiçik azı dişləri olar ki, bir tərəfdən kiçik azı dişi ilə, digər tərəfdən köpək dişi ilə qonşudur. Ümumilikdə insan ontogenezində 52 diş ağız boşluğunda görülür. Bunun 20-si süd dişi, 32-si isə daimi dişlər olacaqdır. Bundan əlavə 12 ədəd diş ağız boşluğunda bir dəfə çıxır. Yəni bu daimi dişlərdir. Süd dişlərinin içərisində bu diş növünə rast gəlinmir. Yerdə qalan 20 ədədi isə ağız boşluğundan 2 dəfə çıxacaq. Çünki bu dişlər həm süd dişlərində, həm də daimi dişlərində görülmüş olur. Ağız boşluğunun daxili hissəsində həzm olunmuş qida hissəcikləri dilçək vasitəsilə, deməli, burun boşluğu tutulacaq, dil kökü vasitəsilə isə qırtlaq qapağı bağlanılacaq ki, tənəffüs yoluna qida hissəcikləri getməsin. Qida hissəcikləri buradan rahatlıqla udlağa, daha sonra isə qida borusuna ötürülmüş olacaq. Qida borusunda həzm prosesi getmir, sadəcə qida borusunun divarında yəni seliklər var, selik ifraz edən hüceyrələr var ki, bunlar da qidanın rahatlıqla sürüşməsini təmin edir. Daha sonra qida mədəyə ötürülür. Mədə həzm borusunun ən geniş hissəsidir. Tutumu 3-4 litrə qədərdir. Mədənin daxili mühiti turş mühitdir. Ağız boşluğunda isə zəif qələvi mühit olacaq. Mədə xaricdən birləşdirici toxumadan təşkil olunubdur. Sıx birləşdirici toxumadır. Ortadan saya əzələ qatından təşkil olunub. Hansı ki, bu saya əzələ qatı çəpinə, köndələn və uzununa əzələlərdən ibarətdir. Saya əzələ qatının funksiyası nədir? Burada qida hissəciklərinin bir-birinə qarışmasını təmin edir. Daxili hissədən isə epiteli toxumasından təşkil olunmuşdur. Hansı ki, burada da vəzilər ifraz olunur. Mədənin giriş hissəsi var və çıxış hissəsi var. Çıxış hissəsində sfinktor vardır. Hansı ki, bu sfinktor qidada, mədədəki qidanın hissə-hissə 12 barmaq bağırsağa ötürülməsini təmin edir. Bu da 12 barmaq bağırsaqdır ki, nazik bağırsağın bir hissəsidir. Mədədə selikli qişada 3 tip hüceyrələr mövcuddur.
əsas, əlavə və örtük hüceyrələri vəzilər ifraz eləyir, yəni vəzlərdir bunlar. Fermentlər ifraz eləyən əsas hüceyrələrdir, hansı ki burada ximozin, lipaza, və pepsin fermentləri ifraz olunur. Əlavə hüceyrələrdə seliyə bənzər maddələr, örtük hüceyrələrində isə xlorid turşusu ifraz olunur. Ona görə də mədənin mühitinə turş mühit deyirik. Bu turş mühitin funksiyası nədir? Əgər ağız boşluğunda ölməmiş bir bakteriya varsa və yaxud da ki, zərərli maddə varsa, mədədəki turş mühitdən o daha da zərərsizləşdirilmiş olur. Mədədə həzm olunmuş qida hissəcikləri hissə-hissə 12 barmaq bağırsaq ötürülür. Burada da pepsini qeyd eləmişəm. Pepsin zülalları parçalayır, ximozin süd zülallarını parçalayır, lipaza isə süd yağlarını parçalayır. Süd yağları burada parçalandığına görə bitki mənşəli yağlar nazik bağırsaqda parçalanmağa başlayacaq. Bu süd yağları olduğuna görə biz buna heyvani yağ deyə bilərik. Baxaq qaraciyərə. Görək qaraciyər nə funksiyası daşıyır? Deməli, qaraciyər orqanizmin ən iri vəzlərindən biridir. Qarın boşluğunun sağ tərəfində yerləşir. Qaraciyərdə hazırlanan öd 12 barmaq bağırsağı açılır, qalanı isə öd kisəsində toplanılır. Öd kisəsi şəkildə də göstərildiyi kimi öd kisəsinə fikir verək. Öd kisəsinin axarı qaraciyərin öd axarı ilə birləşir, bir axar kimi 12 barmaq bağırsağı açılır. Ödün funksiyaları var. Bağırsağın işini gücləndirir, yəni bağırsağın peristaltikasını gücləndirir. Qida horasını burada neytrallaşdırılır, yəni turş qida horasını neytrallaşdırır. Mədə-altı vəzinin fermentlərinin fəallığını artırır, ADK vitaminlərinin sorulmasını asanlaşdırır. Bundan başqa qaraciyərin özünün funksiyaları var ki, qaraciyərdə karotin maddəsi A vitamininə çevrilir. Biz demişdik ki, bitkilərdə A vitamini olmur, bitkilərdə karotin maddəsi olur. Hansı ki, bu qaraciyərdə A vitamininə çevrilir. Bundan başqa amoniakın karbamidə çevrilməsi qaraciyərdə baş verir. Yəni, sidik cövhərinin əmələ gəlməsi qaraciyərdə baş verir. Əlavə olaraq biz qaraciyərdə öyrənmişdik ki, qlukozanın artığı qaraciyərdə və əzələlərdə toplanılır. Qida maddələrinin 95%-i qaraciyərdə zərərsizləşdirilir. Qaraciyərdə A, D, K vitaminləri depolanır, yəni ehtiyat halında burada toplanılır. Bundan əlavə qaraciyərin aşağıda göstərilmiş, bu hissədə göstərilmiş qapı venası var. Hansı ki, nazik bağırsaqdan qan kapilyarlarına sovrulan qidalı maddələr qaraciyər qapı venası vasitəsilə qaraciyərə gətirilir. Qapı venasının tərkibində qidalı maddələr həddindən artıq çox olduğu halda bu qaraciyər tərəfindən tənzimlənilir və qaraciyər venası ilə qaraciyərdən xaric olunur. Deməli, əgər qapı venasında qlukozanın miqdarı həddindən artıqdırsa, bu qaraciyər venasında artıq tənzimlənmiş formada olacaq. Belə bir qrafik çəksək, məsəl üçün, nazik bağırsaqdan çıxmış qida horasında qlukozanın miqdarı yüksəkdir. Bu, tənzimlənərək sabit formaya gətirilir və qaraciyərdən xaric olunur. Həmçinin də biz burada nəyi görürük? Vena, kapilyar və vena çevrilməsini görürük. Adətən biz deyirdik ki, arteriya, kapilyar və vena çevrilməsi var. Burada isə biz bunu istisna olaraq öyrənmiş olduq. Qaraciyərin özü epiteli toxumasından təşkil olunubdur. Epiteli toxuması sirroz xəstələrində birləşdirici toxuma ilə əvəz olunur. Bundan başqa qaraciyər 70%-ə qədər öz hissəsini regenerasiya etmək qabiliyyətinə malik orqandır. Keçək mədə-altı vəziyə. Mədə-altı vəzi mədənin alt və arxa hissəsində yerləşir. Qarışıq sekresiya vəzsidir. İki cür hüceyrələrdən ibarətdir. Hansı ki, bu hüceyrələrdən bəziləri hormon, yəni insulin və glukagon hormonu sintez eləyərək bu hormonları qana ifraz edir. Fermentlər olaraq isə
A-L-T. Yəni amilaza, lipaza və tripsin fermentlərini 12 barmaq bağırsağa ifraz edir. Baxaq görək ki, 12 barmaq bağırsaqda nələr baş verir? Ümumiyyətlə nazik bağırsağın şöbələri var. Bu nazik bağırsağın şöbəsi 12 barmaq, acı və qalça olaraq 3 hissəyə bölünür. 12 barmaq bağırsağa mədə-altı vəzin və qaraciyərin axarları açılır. Bundan başqa bağırsağın daxili hissəsində özünün də kiçik vəzləri olur. Silik ifraz edən vəzlərdir bunlar. Alt amilaza, lipaza və tripsin fermentləri maddələrə təsir göstərir və həzm davam eləyir. Amilaza karbohidratlara təsir göstərir. Yəni karbohidratlara təsir göstərərək onları qlukozaya qədər parçalayır. Lipaza yağlara təsir göstərir. Tripsin isə zülallara təsir göstərərək onları amin turşularına qədər parçalayır. Bu zaman parçalanmış məhsullar əgər nazik bağırsağın daxili hissəsində iki qonşu mikroxov arasından keçə bilirsə, membran həzmə məruz qalır. Keçə bilmirsə, yenidən boşluq həzmə ötürülür. Nazik bağırsağın daxili hissəsi baxın belə xovlardan təşkil olunmuşdur. Bu xovların divarı bir qat epiteldən ibarətdir. Xovlara nəzər yetirsək, baxın bu hissə olacaq silikli hissə. Bu hissə əzələ, uzunma və enine əzələlərdən təşkil olunmuşdur. Ən alt hissəsi isə birləşdirici toxumadan ibarətdir. Xovların daxili hissəsində qan kapilyarları var. Qan kapilyarlarından əlavə burada limfa kapilyarları da yerləşir. Əgər qida hissəcikləri xovların daxili hissəsinə keçməyi bacarıbsa, yəni membran həzmə məruz qalaraq qan kapilyarlarına sovrulur, qan kapilyarları və limfaya sovrulur. Baxaq görək qana nə sovrulur. Qana sovrulacaq amin turşuları, hansı ki zülalların parçalanmasından əmələ gəlmişdir. Glukoza, karbohidratların parçalanma məhsulları, nukleotidlər nuklein turşularının parçalanma məhsullarıdır və mineral duzlar. Limfaya sovrulacaq isə yağ və gliserin turşuları. Limfa sistemi demişdik ki, venos sistemə açılır. Venos sistemin hansı hissəsinə açılacaq? Yuxarı boş venaya açılacaq. Ona görə yuxarı boş venada yağların miqdarı daha çox olacaq aşağı boş venaya nisbətən. Aşağı boş venada isə amin turşu, glukoza, nukleotid, mineral duzların miqdarı təbii ki, çox olacaq. Qana sovrulan maddələr, hansı ki bu maddələr ötürüləcək qaraciyərin qapı venasına. Qapı venasını qaraciyərdə tənzimlənəcək onların miqdarı. Ondan sonra isə qaraciyər venası ilə digər orqanlara tərəf istiqamətlənəcək. Sonra gəlir yoğun bağırsaq. Yoğun bağırsaq kor bağırsaq, çəmbər bağırsaq və düz bağırsaqdan ibarətdir. Yoğun bağırsağın daxili hissəsində xovlar olmur və yoğun bağırsaqda qida 12 saata qədər qala bilir. Bundan başqa, suyun çox hissəsi yoğun bağırsaqdan sovrulur. Kor bağırsağa fikir verək. Kor bağırsaq şəkilə nəzər yetirsək, soxulcana bənzər çıxıntısı var. Hansı ki, soxulcana bənzər çıxıntı ilə birlikdə kor bağırsaq orqanizmin immun sisteminin bir hissəsini təşkil edir. Çünki burada limfa düyünləri yerləşir. Hansı ki, bu limfa düyünləri əgər zədələnərsə, yəni iltihabı bir prosesə məruz qalarsa, limfa düyünləri şişir və kor bağırsağın daxili hissəsi, yəni soxulcana bənzər hissəsi şişir və bu da təbii ki, cərrahi müdaxilə ilə götürülməklə nəticələnir ki, bu xəstəliyə deyirlər apendisit.
Limfa düyünləri olan hissdə, yəni soxulcana bənzər hissə olur appendiks. Burada bağırsaq çöpləri yaşayır. Onlar K və B qrupu vitaminlərinin sintezində və xəstəlik törədən mikrobların çoxalmasının qarşısını almaqda iştirak edir. Həmçinin bu bakteriyalar sayəsində buradakı selüloza parçalanaraq bağırsaq şirəsinin təsir edə biləcəyi hala gəlmiş olur. Daha sonra həzm olunmamış qida qalıqları düz bağırsağa ötürülür və düz bağırsaqdan reflektor bir akt olaraq xaric olunur. Bu prosesin baş verməsində diafraqma əzələsi və qarın əzələləri iştirak edir. Həzm sistemi bütün sistemlər kimi sinir və humoral yolla tənzim olunur. Sinir sisteminin simpatik və parasimpatik şöbələri tərəfindən tənzim olunaraq simpatik sinirlər tormozlayıcı təsir göstərəcək, parasimpatik sinirlərdən azan sinir isə oyandırıcı təsir göstərir.